Birinci tapşırıq. Qütbətərafi ərazilərin tədqiqində iştirak edən səyyahların düzgün verildiyi sıranı tapın. Qütbətərafi ərazilər deyirsə, yəni siz Şimal və Cənub maqnit qütblərini, Şimal və Cənub coğrafi qütblərini, Antarktida materikini kəşf edən səyyah və tədqiqatçıları cavab olaraq götürməlisiniz. Ona görə də cavabınız C bəndidir. Çünki John Ross Şimal maqnit qütbünü kəşf edib, Robert Peary Şimal coğrafi qütbünü kəşf edibdir. Robert Scott isə Cənub coğrafi qütbünü kəşf edən səyyah və tədqiqatçılardandır. Cavab C bəndi idi. İkinci tapşırıq. Miqyası 1 bölünmüş 620 min olan birinci xəritə üzərində iki məntəqə arasında məsafə 4 sm-dir. Məntəqələr arasında həmin məsafə ikinci xəritədə 2,5 sm olarsa, ikinci xəritənin miqyasını və miqyasına görə xəritələrin hansı qrupuna aid olmasını müəyyənləşdirin. Miqyasın cəmiyyəti 2,0 ilə yerdə metr yazırıq. 6200 metrdir. O da 6,2 kilometr eləyər. 6,2 kilometr. Xəritədəki uzunluq 4-dür. Nə çatmır? Həqiqi uzunluq. Həqiqi uzunluğu tapanda xəritədəki uzunluğu xəritənin miqyasının cəmiyyətinə vururuq. O da bərabərdir. 6,2-ni vururuq 4-ə. 24,8 kilometr eləyər. Həqiqi uzunluq 24,8-dir. İndi deyir ki, həmən məsafə, yəni 24,8 kilometr olan məsafə ikinci xəritədə 2,5-dir. Deməli, ikinci xəritədə xəritədəki uzunluq nə qədərdir? 2,5. Həmin məsafədən söhbət getdiyi üçün həqiqi uzunluq yenə də 24,8 kilometrdir. Bizdən ikinci xəritənin miqyasını tapmaq tələb olunur. Miqyası da tapanda həqiqi uzunluğu xəritədəki uzunluğa bölürük. 24,8-i bölməlisiniz 2,5-ə. O da bərabərdir 9,92 kilometr eləyər. Onu da ədədi miqyas formasında göstərsək, 1 bölünmüş 9,92 kilometrin yerinə 5 sıfır atırıq. O 5-dən sıfırdan da ikisi vergülü apardı. 992 yanına da 3 sıfır. Yəni 1 bölünmüş 992 min olar. O da əlbəttə miqyasına görə xəritələrin orta miqyaslı qrupuna aiddir. Çünki 200 mindən 1 milyona qədər biz bilirik ki, orta miqyas. 992 mində əlbəttə 200 minlə milyon arasındadır. Deməli, cavabınız həqiqətən də orta miqyaslı xəritələrdir. Cavabınız C bəndi. 992 min və orta miqyas. Üçüncü tapşırıq. 168 dərəcə şərq uzunluğu və 21 dərəcə qərb uzunluğu uyğun olaraq hansı saat qurşağında yerləşir? Şərq yarımkürəsində saat qurşağını hesablayanda verilmiş coğrafi uzunluğu 15 dərəcəyə bölürük. Qalıq yoxdursa, elə alınan cavab bizim axtardığımız saat qurşağıdır. Varsa 7,5-dən böyükdürsə, aldığımız cavabın üzərinə 1, 7,5-dən kiçik olanda, yəni qalıq 7,5-dən kiçik olanda elə aldığımız cavab bizim axtarılan saat qurşağı olur. Yəni, üzərinə heç nə əlavə eləmirik. 168 dərəcə şərq uzunluğu hansı saat qurşağında yerləşir? Bölürük 15-ə, bərabərdir. Eləyir 10 tam, yox, 11 tam 165. Qalıqda nə qalır? 11-i 15-ə vuranda 165, yerdə qalır 168 üçün, yerdə qalır 3. Deməli, qalıq 15-in yarısından 7,5-dən kiçikdir, bəli. Ona görə də bizə lazım deyil. Böyük olanda üzərinə 11-in üzərinə bir əlavə eləyərdik. Ancaq kiçik olduğuna heç nə əlavə eləmirik. Elə axtarılan saat qurşağı bizim aldığımız cavabdır. Yəni 168 dərəcə şərq uzunluğu 11-ci saat qurşağıdır. Qərbdə də saat qurşağını hesablayanda yenə də 15-ə bölürük. Yenə də qalıq varsa 7,5-dən böyükdürsə, üzərinə 1, 7,5-dən kiçik olanda nəzərə almırıq. Amma bir dənə fərq, yekun cavabı 24-dən çıxırıq. 21 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşir? 21-i bölürük 15-ə, bərabərdir. 21-də 15 bir dəfə, yerdə qalıq nə qalır? 6. 7,5-dən kiçikdir, bəli, nəzərə almırıq, elə cavabımız 1. Amma qərbdən söhbət getdiyi üçün aldığımız cavabı 24-dən çıxırıq. 24 çıxaq 1 bərabərdir 23. Deməli, cavabımız 23-cü saat qurşağı eləyər. 11 və 23 ardıcıllığı ilə D bəndi doğru cavab idi. Dördüncü tapşırıq. Planda xətti şərti işarələrlə təsvir edilir. Əlbəttə, su kəmərləri, elektrik xətti, çay, qala divarları, boru kəmərləri və s. uzunluğu miqyasa uyğun olan obyektlər xətti şərti işarələrlə verilir. Cavabınız C bəndi idi. 5-ci tapşırıq. Yer kürəsi öz oxu ətrafında 1 saata 24 dərəcə dövr edərsə, neçə saat qurşağı olar və Bakı neçənci saat qurşağında yerləşər?
Biz bilirik ki, normalda yer kürəsi öz oxu ətrafına 1 saata 15 dərəcə dövr eləyir və tam dövrünü, yəni 360 dərəcəni 24 saata başa vurur və 24 saat qurşağı olur. Necə? 360-ı bölürdük 15'e beraber eləyirdi 24. Deməli 24 saat qurşaq olurdu. İndi deyir 1 saata 15 yox, 24 dərəcə dönərsə neçə saat qurşaq olar? İndi də tam çevrəni, yəni 360 dərəcəni böl 24-ə bərabərdir 15 eləsin. Deməli 15 saat qurşağı olar. 15 saat qurşağı. İki variantdadır. Və Bakı şəhəri neçənci saat qurşağında yerləşər? Normalda yenə də Bakı şəhərinin neçənci saat qurşağında yerləşdiyini tapanda nə edirdik? 50 dərəcə şərq uzunluğundadır da ölkəmiz. Düzdür, Bakı şəhəri. 50-ni bölürdük. Yer kürəsi öz oxu ətrafına 1 saat 15 dərəcə dövr edəndə saat qurşağını tapanda nə edirdik? 15'e bölürdük. Bərabər də eləyirdi 3, qalıqda 5. 45 eləyir, qalıqda 5 düşürdü. Qalıq 15'in yarısından, yəni 7-15'dən kiçik olduğuna görə nəzərə almırdıq. Cavabımız 3-cü saat qurşağı eləyirdi. Düzdür? İndi 24 dərəcə dövr elədiyi üçün saat qurşağını tapanda da 15'e yox 24'ə bölməliyik. 50 dərəcə şərq uzunluğu bölürük 24'ə bərabərdir düşür 2, 48 eləyir, qalıqda 2. Qalıq 24'ün yarısından 12'dən kiçikdir, bəli, nəzərə almırıq. Deməli cavabımız elə 2-ci saat qurşağı eləyər. Yekun 15 saat qurşağı olar və Bakı şəhəri 2-ci saat qurşağında yerləşər. C bəndi. 6-cı tapşırıq. Qrafiklərdən hansı doğrudur? A bəndinə fikir versəniz, miqyasın cəmiyyətinin artan sırası göstərilibdir. Miqyasın cəmiyyətinin artması onun böyük miqyas olması anlamına gəlmir, daha da kiçik miqyas olması anlamına gəlir və bu zaman biz yer səthində daha böyük əraziləri xəritəyə köçürə bilirik, təsvir edə bilirik. Ərazi də böyüyəndə əlbəttə generalizasiya, ümumləşdirmə nə edir? Artır. Yəni burada qrafik tərs mütənasib yox, düz mütənasib olmalı idi. Miqyasın cəmiyyətinin artması, yəni onun kiçik miqyas olması generalizasiyanın da daha da artmasına gətirib çıxarmalı idi. Azalmasına yox. A bəndi yanlışdır. B bəndi doğrudur çünki miqyasın artan sırasında, cəmiyyətinin artan sırasında, yəni miqyasın daha da kiçilməsində biz təriflərin çoxaldığını görə bilirik. Əlbəttə, daha kiçik miqyas olanda, məsələn 1 sm-də 40 km, yoxsa 1 sm-də 30 km daha böyük ərazi təsvir edə bilərik yer səthində. Əlbəttə, 1 sm-də 40 km-ə uyğun gələn miqyasda. Ərazi daha da böyür. Ərazi də böyüyəndə təriflər, səhvlər daha da çoxalır. Bəli, burada da elə onu göstərir da ki, miqyasın cəmiyyəti artdıqca təriflər də artıbdır. Yəni miqyas kiçildikcə, daha böyük ərazi olduqca təriflər də, səhvlər də çoxalıbdır. Aslıq düzdür. Elə cavabımız B bəndi idi. D bəndi yanlışdır. Niyə? Miqyasın cəmiyyətinin artması xəritədəki ərazinin də artması anlamına gəlmir. Miqyasın cəmiyyəti artdıqca xəritədəki ərazi nə edir? Kiçilir. Yəni hər hansı bir obyektin həqiqi ölçüsünü bir ola 40-a böləsən, bir də ola 30-a böləsən. Hansı halda daha kiçik olar? Əlbəttə 40-a bölünən halında. Yəni miqyasın cəmiyyətinin artması xəritədəki ərazinin daha kiçik olması anlamına gəlməli idi. Düz mütənasib yox, tərs mütənasib bu qaydada olmalı idi. C bəndi də əlbəttə yanlışdır, çünki xəritədəki ərazi, D bəndində onu izah elədim, miqyasın cəmiyyətinin çoxalması xəritədəki ərazinin azalması anlamına gəlməli idi, bu qaydada olmalı idi. E bəndi də yanlışdır. Miqyasın cəmiyyəti artdıqca təsvir etmə dəqiqliyi azalır. O da tərs mütənasib olar, bu qaydada olmalı idi. Yekun cavabımız burada B bəndi. 7. Xəritədə hansı təsvir üsullarından istifadə edilibdir? Təbii ki, burada keyfiyyət fon üsuludur əsas və fikir versəniz burada orta illik izoterimlər, izoxətlər üsulu da yəqin ki burada olduğunu müəyyənləşdirə bilərdiniz. Həmçinin hakim küləklərin istiqamətləri də göstərilibdir. Küləklərin istiqaməti idi, okean cəryanlarının hərəkət istiqamətləri idi, düzdür. Bunlar da bilirik ki, hərəkət xətlər üsuluna aiddir. Yəni bu təsvirdə 3 təsvir üsulu var. Həm keyfiyyət fon, həm izoterimlər, izoxətlər, həm də hərəkət xətlər üsulu. Elə doğru cavab A bəndi olar. Çünki areal və nöqtələr yanlışdır, kartoqram yanlışdır. Burada hərəkət xətlərinin olması doğrudur, ancaq kartoqram yanlış idi. Karta diaqram da yanlışdır, xəritə sxem və işarələr üsulu da yanlış idi. 8-ci tapşırıq. Biri təhrif deyil. Bilirik ki, kürə səthdən müstəvi səthə keçəndə, yəni kartoqrafik proyeksiya zamanı sahə, bucaq, forma, uzunluq adlı 4 təhrif olur. Verilənlərdən ixtiyari təhrif adı deyil. Elə yanlış olan E bəndi idi.
9. Uyğunluğu müəyyən edin. Birinci azimutal proyeksiyadır, ikinci konus proyeksiya, üçüncü isə silindrik proyeksiyadır. Meridianlar bir nöqtədən çıxan xəttlər şəklindədir. Bu əlbəttə konus proyeksiyanın əlamətidir. A uyğundur 2-yə. Paralellər çevrə formasında olan elə şəkildən də görürsünüz ki, bu xüsusiyyət B uyğundur azimutala. Antarktidanın xəritəsi tərtib edilir. Dairəvi formada olan qütblərin təsvirində istifadə olunan proyeksiya əlbəttə azimutal proyeksiyaya aiddir. Yəni C uyğundur azimutala bir sözlə 1-ə. D-ni araşdıraq. Kalimantan adası və Somali yarımadasının təsviri üçün daha uyğundur. Həmən coğrafi obyektlər xəritə biliyiz varsa, ekvatora yaxın ərazilərdə, ekvatora yaxın ekvator boyu ərazilərin təsvirində daha çox uyğun olan proyeksiya silindrik proyeksiyadır. D uyğundur 3-ə. Ekvatorda coğrafi uzunluqlar düz bucaq altında kəsişir. Bu xüsusiyyətdə silindrik proyeksiyaya aid olan xüsusiyyətdir. E də uyğundur 3-ə. Kanada və ABŞ xəritələri üçün daha uyğun olar. Əlbəttə Kanada, ABŞ mülayim enliklərdədir. Ona görə konus proyeksiyaya uyğun gəlsə daha yaxşıdır. Bir sözlə 1-ə BC, 2-ə A və F, 3-ə də D və E doğru cavab olar. Yekun cavab D bəndi idi burada. 10-cu tapşırıq. Beynəlxalq tarix dəyişdirmə meridianı hesab edilir. Bu əlbəttə 180 dərəcə uzunluğa aiddir. Ancaq burada 180 dərəcə uzunluq verməyib 12-ci saat qurşağının orta meridianı göstərildi. Belə doğru cavab B bəndi idi. Çünki 12-ci saat qurşağının orta meridianı tapanda 12-ni vururuq 15-ə, o da bərabərdir 180 dərəcə eləyir. 11. Günəş ekvator boyu məntəqələrə günorta vaxtı 90 dərəcə bucaqla düşür. Şimalda yaz, cənubda payız fəsli başlayır. Cənub qütbündə qütb gecələri, şimal qütbündə isə qütb gündüzləri müşahidə edilir. Verilən əlamətlərin aid olduğu tarixi tapın. Bu əlbəttə 21 mart yaz gecə gündüz bərabərliyi gününə aiddir. 12-ci tapşırıq. 14-cü saat qurşağı haqqında doğru fikirləri seçin. 14-cü saat qurşağı 12 ilə 24 arasındadır. Biz bilirik ki, qərb yarımkürəsində yerləşən saat qurşaqlarından biridir və qərbdə saat qurşağı verilibsə qayıdıb coğrafi uzunluğu necə tapırdıq? Yəni orta meridianı necə tapırdıq? Ya birbaşa 15-ə vururduq, 14-ü vururduq 15-ə bərabərdir 210, alınan nəticəni 360-dan çıxırdıq. Bərabərdir 150 dərəcə qərb uzunluğu eləyirdi. Ya da verilən saat qurşağını 24-dən çıxırdıq. 24 çıxaq 14 bərabərdir 10. Alınan nəticəni 15-ə vururduq. O da bərabərdir eləyirdi 150 dərəcə qərb uzunluğu. Yəni iki yol var, hansını bilirsinizsə o qaydada 14-cü saat qurşağının orta meridianının 150 qərb olduğunu hesablaya bilərsiniz. Qərb yarımkürəsindədir, bəli. Orta meridian 150 şərqdir, xeyr 150 qərbdir. Qərb sərhəddi 157,5 dərəcə qərb uzunluğudur. Bəli, doğrudur. Çünki 150 qərb orta meridiandırsa, qərb sərhəd, yəni sol tərəf, əlbəttə üzərinə 7,5 gəlirik. 157,5 qərb uzunluğu eləyər. Şərq sərhəddi də bəlli məsələ. 150-dən 7,5 çıxarıq, 142,5 eləyər. Üçüncü fikir doğrudur. London şəhəri ilə arasında qurşaq vaxt fərqi 10 saatdır. London 0-cı saat qurşağında və ya 24-cü saat qurşağında yerləşdiyini biz bilirik. 150 qərbdə 14-cü saat qurşağındadır. Deməli aradakı fərq nə qədərdir? 10 saatdır. Bu da doğrudur. Orta meridianı ilə, yəni 150 qərblə 180 dərəcə arasında 180-ci uzunluqda bura yerli vaxt fərqi 3 saatdır. 150 ilə 180 arasında uzunluq fərqi 30 dərəcədir. 1 dərəcəm 4 dəqiqədirsə 30 dərəcəm də 120 dəqiqə və ya 2 saat eləyər, 3 saat eləməz və ya hər 15 dərəcəmin 1 saat olduğunu mən bilirəm, 30 dərəcəm də avtomatik 2 saat eləyər. Düzdür, 3 saat eləməz, yanlışdır. Şərq və qərb sərhədi arasında 20 dərəcə coğrafi uzunluq fərqi var, bu da yanlışdır. İstənilən saat qurşağının şərq və qərb sərhədi arasında əlbəttə 15 dərəcə coğrafi uzunluq fərqi var. 1, 3, 4 D bəndi doğru cavab idi. 13. 14 dərəcə şimal enliyində günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsi cənub istiqamətdən düşərsə, günəş hansı enlikdə zenitdə olar? 14-cü şimal enliyi bilirik ki, ekvatordan 14 dərəcə yuxarıdadır. Yəni tropik xəttlər arasında qalır da, düzdür? 14-cü şimal enliyində cismin kölgəsi günorta vaxtı cənuba düşür. Kölgə cənuba düşürsə, deməli həmən məntəqəyə günəş həmən məntəqəyə nəzərən şimaldan düşür. Yəni buradan düşür. Düzdür? Günəş buradadır təxminən ki, oradan günəş cisimə şimaldan düşür, kölgəsi avtomatik cənuba doğru yönəlmiş olur. Günəş buradadır, şimaldan düşür.
Günəş də nə qədər şimala gedə bilər? 23.5-dən daha da şimala gedə bilməz də, düzdür? Yəni Günəş 14 ilə 23.5 arasındadır. Biz bilirik ki, Günəş 23.5 şimal və cənub tropik xəttlər və onların arasında zenitdə olur. Ona görə Günəş də 14-ə nəzərən daha şimaldan düşürsə, deməli Günəş 14 ilə 23.5-in arasında ya da 23.5-in elə özündədir. Verilənlərdən əlbəttə cavabınız A bəndi 20 şimal enliyi olar. 14. 22 dekabrda Günəşin 55.5 bucaq altında düşdüyü məntəqələr arasında meridian üzrə məsafənin neçə kilometr olduğunu hesablayın. 22 dekabrda Günəş 23.5 cənub tropik xəttində zenitdə olur. Günəşin zenitdə olduğu yer bəlli. Məsələdə Günəşin düşmə bucağı da verilib 55.5 bucaq altında, K da bəlli. Qalır F-i müəyyənləşdirmək. Günəş şüasının düşmə bucağı düsturuna görə F plus minus B bərabərdir K-ya. Yəni F hansı məntəqəyə Günəşin düşmə bucağını hesablayırsansa, həmən məntəqənin coğrafi enliyidir. B Günəş harda zenitdədirsə, həmən məntəqənin coğrafi enliyidir. K Günəşin düşmə bucağıdır. 90 dərəcə minus. F yoxdur, yaz yerinə. B Günəş harda zenitdədir, o bəllidir. 23.5 cənub enliyi. Bərabərdir K, o da 55.5 bucaq. Buradan F plus minus 23.5 cənub enliyi bərabərdir 34.5-ə. 55.5-dən 90 çıxdı mənfi, o mənfi də bunu apardı. Müsbət 34.5. Bir dəfə plus alın yoxlayaq. 23.5 cənub bərabərdir 34.5-ə. Nə zaman toplayırdıq? Biri şimal, biri cənub olanda. 23.5 cənubdursa, aldığımız cavab hökmən şimal olmalıdır. Deməli, F bərabərdir 23.5 ilə bərabərliyin sağ tərəfinə keçirsək, əks işarə ilə 34.5-dən 23.5 çıxanda eləyir neçə? 11 dərəcə. Deməli, biri 11 şimaldır. Bir dəfə də gəlin minus halını yoxlayaq. F minus 23.5 cənub bərabərdir 34.5-ə. Nə zaman çıxırdıq? İkisi də eyni yarımkürə olanda. Yəni 23.5 cənubdursa, aldığımız cavab da cənub olmalıdır. F bərabərdir 23.5-i bərabərliyin sağ tərəfinə əks işarə ilə keçiririk. 34.5-dən 23.5 toplayırıq. Bu da eləyir 58 dərəcə. 58 cənub. Məntəqələr bəllidir. Biri 11 şimal, biri 58 dərəcə cənub enliyi. Onlar arasındakı məsafəni də meridian üzərində hesablayanda dərəcə fərqi 11, 58, 69 dərəcədir. Meridian üzərində də 1 dərəcə bərabərdir 111 kilometrə. 69 dərəcənin də neçə kilometr olduğunu tapmaq üçün 69-u 111-ə vurmalıyıq. O da bərabərdir 7659 kilometr. C bəndi. 15. Bakıda qütb ulduzunun görünmə bucağının Günəşin düşmə bucağına bərabər olduğu vaxt 50 cənub enliyinə Günəşin düşmə bucağını hesablayın. Yəni bizim son işimiz 50 dərəcə cənub enliyinə Günəşin düşmə bucağını hesablamaqdır. 50 cənub enliyinə Günəşin düşmə bucağını hesablamaq üçün Günəş harda zenitdədir, onu müəyyənləşdirməliyik. Yəni B-ni müəyyənləşdirməliyik. B bərabərdir suala. Bakıda qütb ulduzunun görünmə bucağı Günəşin düşmə bucağına bərabərdir. Deməli, buradan Bakı şəhərinə Günəş nə qədər düşür, onu təyin edə bilərik. Necə? Bakıda qütb ulduzunun görünmə bucağı nə qədərdir? Bakı 40-cı enlikdədir. Hər bir enliyə elə özü qədər düşür də qütb ulduzu, düzdür? 40-cı enliyə qütb ulduzunun görünmə bucağı elə 40 dərəcədir. Və burada da deyir ki, Günəşin düşmə bucağı qütb ulduzunun görünmə bucağına bərabər. Deməli, Bakı şəhərinə Günəşin düşmə bucağı nə qədərdir? K. Qütb ulduzunun görünmə bucağına, yəni 40-a bərabərdir. 40 dərəcə. Günəşin düşmə bucağı bəlli. Hara? Bakı şəhərinə. Bakı da hardadır? 40 şimalda. Deməli, F də bəlli. Nə çatmır? B. Günəş şüasının düşmə bucağı düsturuna görə 90 dərəcə minus. F plus minus B bərabərdir K-ya. K bəllidir 40 dərəcə. Yazaq yerinə. 90 dərəcə minus. F bəllidir 40 şimal. Plus minus B bərabərdir K-ya. K da bəllidir 40 dərəcə. Günəşin düşmə bucağı. Buradan 40 şimal plus minus B bərabərdir. 40-dan 90 mənfi 50, o mənfi də bunu apardı müsbət 50. 40-ın üstünə nəsə gəlsə 50 eləyər də, nəsə çıxsaq yox. Təbii ki, burada çıxmalım, unudaq. 40 şimal plus B bərabərdir 50 tənliyindən. Əlbəttə B bərabərdir 10-a. Nə zaman toplayırdıq? Biri şimal, biri cənub olanda 40 şimal bəllidirsə, aldığım cavab 10 dərəcə cənub enliyi olmalıdır. Deməli, B, Günəş harda zenitdədir, onu təyin elədik. İndi artıq 50 cənub enliyinə Günəşin düşmə bucağını hesablaya bilərik. Günəş 10 dərəcə cənub enliyində zenitdədir. Günəş buradadır.
50 dərəcə cənub enliyinə bu zaman günəşin düşmə bucağı əlbəttə düsturda qiymətlərini yerinə qoysaq 90 dərəcə minus məntəqə 50 cənub minus günəş harda zenitdədir 10 dərəcə cənubda qiymətin yerinə qoyuruq. Bərabərdir 50-dən 10 40 dərəcə, 90-dan da 40 çıxanda bərabərdir 50 dərəcə eləyər. Deməli 50 dərəcə cənub enliyinə bu zaman günəşin düşmə bucağı elə 50 dərəcə olar. 16. A məntəqəsində saat 11:20 olarsa, uyğun olaraq B və C məntəqəsində yerli vaxtı hesablayın. C məntəqəsi Greenwichdən soldadır, 60 dərəcə qərb uzunluğu ilə sıfırın arasındadır. Deməli 30 dərəcə qərb uzunluğudur. A nöqtəsi də 30 dərəcə şərq olduğu anlamına gəlir. B nöqtəsi də 60 dərəcə şərq uzunluğudur. A-da zaman 11:20-dir. AB arasında coğrafi uzunluq fərqi 30 dərəcədir. 30 dərəcəmiz də bilirik ki, bərabərdir 2 saata. Çünki hər 15 dərəcəmiz 1 saatdır. 2 saat. Deməli B A-dan şərqdədir. Zaman irəli olasıdır. A-da 11:20 olanda B-də 2 saat irəli üzərinə əlavə edirik, bərabərdir 13:20 olar. B-də zaman 13:20. C nöqtəsi A-dan 60 dərəcə qərbdədir. Sıfıra qədər 30 dərəcə, sıfırdan C nöqtəsinə 30 dərəcə də orada 60 dərəcə. 60 dərəcəmiz də 4 saatdır. 4 saata bərabərdir. Çünki hər 15 dərəcəmiz 1 saat olduğunu biz əzbər bilirik. Yəni A nöqtəsi C-dən 4 saat irəli, C nöqtəsi A-dan 4 saat geridədir. A-da zaman bəllidir də 11:20-dir. C nöqtəsində zaman 4 saat geridə bərabərdir 7:20 olar. Cavablarımız 13:20 və 7:20 olmaqla C bəndinə uyğun idi. 17-ci tapşırıq. 64 dərəcə şərq uzunluğu hansı saat qurşağında yerləşir? Şərqdə saat qurşağını hesablayanda verilən coğrafi uzunluğu 15-ə bölürdük. O da bərabərdir 4. Qalıqda 4 düşür. Qalıq da 7.5-dən kiçik olduğundan nəzərə almırıq. Elə cavabımız 4-cü saat qurşağı eləyər. 18. 22 iyunda günəşin 15 dərəcə şimal enliyinə bərabər bucaqla düşdüyü digər coğrafi enlikdə qütb ulduzu hansı bucaqla görülər? Biz hələ digər coğrafi enliyi gəlin müəyyənləşdirək, sonra ora qütb ulduzunun neçə dərəcə düşdüyünə aydınlıq gətirərik. 22 iyunda 15 dərəcə şimal enliyinə günəş neçə dərəcə bucaqla düşürsə, həmən bucağa bərabər günəşin düşdüyü digər coğrafi enlik var. Biz onu müəyyənləşdirməliyik. 22 iyunda günəş 23.5 şimal tropikində zenitdədir. Günəş buradadır. 15 dərəcə şimal enliyinə günəşin düşmə bucağını əlbəttə günəş şüasının düşmə bucağı düsturuna görə qiymətləri yerinə qoyub hesablaya bilərik, amma ona ehtiyac yoxdur. Deməli 15 dərəcə şimal enliyinə günəşin düşmə bucağına bərabər digər coğrafi enliyi müəyyənləşdirməliyik. Əlbəttə günəşdən eyni uzaqlıqda olan iki nöqtəyə günəş eyni bucaqla düşər də, düzdür? 23.5-dən 15-ə qədər 8.5 dərəcə fərq eləyir. Deməli 23.5-dən 8.5 şimala getsək, 32 dərəcə şimal enliyinə də günəş 15 dərəcə şimal enliyinə düşən qədər düşər. Bir daha deyirəm, 32 və 15 günəşdən eyni uzaqlıqdadır, bəli. Deməli 15 şimal enliyinə günəşin düşmə bucağı nə qədərdirsə, əlbəttə 32 dərəcə şimal enliyinə də həmən tarixdə günəşin düşmə bucağı o qədərdir. 8.5 bura qədər fərq. Burada 8.5 23 ilə 32 arasında 8.5 də burada. Eyni uzaqlıqdadır, bəli. Deməli 32-yə də 15-ə də günəş 22 iyunda eyni bucaqla düşər. Çünki günəş onlara nəzərən mərkəzdədir. Buradadır 23.5 şimal tropikindədir. Nəysə 22 iyunda 15 dərəcə şimal enliyinə bərabər bucaqla günəşin düşdüyü digər coğrafi enlik əlbəttə 32 dərəcə şimal enliyidir. Orada qütb ulduzu nə qədər düşər? Təbii ki, biz bilirik ki, qütb ulduzu hər bir enliyə elə özü qədər düşür də, düzdür. 30-a 30 dərəcə, 40-a 40 dərəcə, 70 dərəcə şimal enliyinə 70 dərəcə, 32 dərəcə şimal enliyinə də elə 32 dərəcə düşər. 19. 80 dərəcə qərb uzunluğu 17 və 18-ci saat qurşaqlarının sərhəddə olarsa, yer kürəsi öz oxu ətrafına 1 saata neçə dərəcə dövr etmiş olar? Normal halı bir dəfə gəlin nəzərdən keçirək. Normalda biz bilirik ki, yer kürəsi öz oxuna 1 saata 15 dərəcə dövr edir və 17 və 18-ci saat qurşaqlarının sərhəddi bilirik ki, 97,5 dərəcədir. 97,5 dərəcədir. Qərb uzunluğudur əlbəttə.
Biz bu 97.5-i necə müəyyənləşdirirdik, ala bilərik. Neynirdik? 17 ilə 18-in sərhəddidir. Yəni götürürdük 17 ilə 18-in sərhəddi 17.5-i. Vururduq 15-ə. Alınan nəticəni, yəni 262.5 dərəcəni çıxırdıq 360-dan bərabər deyilirdi 97.5 dərəcə. Düzdür? İndi 1 saata bilmirik də neçə dərəcə dövr eləyir. 1 saatı qəbul eləyirsən x dərəcə. Deməli 80 dərəcə qərb 17 ilə 18-in sərhəddidir. Yəni 17.5-i vururam. 1 saata neçə dərəcə dövr eləyirsə bayaqdan 15-ə vururduq. İndi vururuq x dərəcəyə. X-ə. Bərabər deyilir nə qədər? 17.5 x. Düzdür? Və alınan nəticəni neyniyirdik? Qərbdə olduğu üçün 360-dan çıxırdıq. 360-dan çıxırıq 17.5 x. Bərabərdir nə eləyirdi? 97.5. İndi isə məsələdə verib 80 dərəcə. Bərabər deyilir 80. Buradan 17.5 x bərabərdir 280-ə. X də bərabərdir 280-i 17.5-ə bölürsüz, eləyir 16 dərəcə. Deməli, yer kürəsi öz oxuna 1 saata 16 dərəcə dövr eləsə, 80 dərəcə qərb uzunluğu 17 ilə 18-in sərhəddi olar. 20-ci tapşırıq. 23 sentyabr tarixində 60 dərəcə qərb uzunluğunda yerləşən Manaus şəhərində günəşin üfüq üzərində vəziyyətinə əsasən 30 dərəcə şərq uzunluğunda yerləşən Kigali şəhərində günəşin üfüq üzərində vəziyyətini müəyyən edin. 23 sentyabrda bilirik ki, günəş ekvatorda zenitdə olur, gecə gündüz bir-birinə bərabər olur. Günəş şərqdə çıxır, yəni 6:00-da çıxır, şərqdə, qərbdə batır, təxminən 18:00-da, günorta da 12:00-da olur. İndi burada Manaus şəhərində günəşin üfüq üzərində vəziyyəti göstərilib. Deməli, günəşin vəziyyətinə görə Manaus şəhərində saat təxminən 12 ilə 6 arasında düşünək ki, 9:00-dur. 9:00-dur. Kigali şəhəri də 30 dərəcə şərqdədir. Deməli, biri 60 dərəcə qərbdədir, biri də 30 dərəcə şərqdədir Kigali şəhəri. Aralarında 90 dərəcə uzunluq fərqi var. 90 dərəcəmiz də 1 saat 15-dirsə, əlbəttə 6 saat eləyər. Deməli, Kigali şəhəri Manausdan 6 saat irəlidədir. 6 saat irəlidədir. Burada əgər 9:00-dursa, 6 saat irəli getsək, təxminən 15:00 olmuş anlamına gələr. Yəni, günəşin bu istiqamətdə görünməsi belə bir cavab bizə lazımdır. Yekun cavabınız əlbəttə D bəndinə uyğun gələr. 21. Cədvəldə hansı planetlərin yerini dəyişsək, orta temperaturun azalma, günəşdən məsafənin artma ardıcıllığı alınır. Əlbəttə, daxili planetlər və xarici planetləri tanıyırsınızsa, daxillər Merkuri, Venera, Yer, Mars, xarici planetlər Yupiter, Saturn, Uran, Neptun və bu ardıcıllıq planetlərin günəşdən uzaqlaşma ardıcıllığıdır. Təbii ki, burada Venera ilə Yupiterin yerlərini dəyişmək lazımdır. 1 və 4 bizim axtarılan cavabımız idi. Həmən istiqamətdə həm onların yerini dəyişsək, planetlərin günəşdən uzaqlığına görə azdan çoxa düzmüş olarıq. Yəni, məsafənin artma ardıcıllığı alınar. Məsafənin artma ardıcıllığında həm də orta temperaturun azalma ardıcıllığını görə bilərik. Çünki daha yaxın olanda temperatur daha yuxarıdır, daha uzaq olanda daha aşağıdır. Xüsusilə Venera bilirik ki, ən isti planetdir. 22. Uyğunluq pozulmuşdur. Günəş sisteminin də daxil olduğu bizim qalaktika süd yolu adlanır. Bu doğrudur. Kant və Laplasa görə Günəş sisteminin planetləri 4-5 milyard il əvvəl qızmar Günəşə bənzər cizimin parçalanmasından yaranmışdı. Bəli, doğrudur. Böyük partlayış nəzəriyyəsinə görə kainat 6-7 milyard il əvvəl yaranmışdı. Xeyr, 13,8 milyard il əvvəl yaranmışdı. 6-7 milyard il əvvəl yaranması Şmidit və Fosenkov nəzəriyyəsinə aiddir. Bu yanlışdır. Hawking tərəfindən 1967-ci ildə qara dəliklər anlayışı işlədilmişdir. Xeyr, James Uller tərəfindən işlədilmişdir. Bu da yanlışdır. Şmidit və Fosenkov nəzəriyyəsinə görə planetlər 6-7 milyard il əvvəl soyuq disk şəkilli kosmik buluddan yaranmışlar. Bəli, bu da doğrudur. Big Bang nəzəriyyəsinə görə ilk ulduzlar müasir qalaktikalardan sonra yaranmışdı. Xeyr, əlbəttə, müasir qalaktikalardan xeyli əvvəl yaranmışdı. Təxminən 300 min il əvvəl yaranmışdı. Zaman oxunda həmən ardıcıllığı görə bilərsiniz. Bu da yanlış idi. Yanlışlar, yəni uyğunluq pozulan sıralar 3, 4, 6 sizin cavabınız idi. 23. Euler-Venn diaqramına əsasən uyğunluğu tapın. Günəş zenitdə olmur. Tropik işıqlanma qurşağında bilirik ki, Günəş zenitdə olur. Olmayan qütb və mülayimdir. A uyğundur 3-ə.
Yerin xəyali oxunun orbit müstəvisinə meyilliyi nəticəsində yaranır. Bütün işıqlanma qurşaqları B uyğundur 4-ə. Orta illik temperatur müsbət 20 dərəcədən azdır. Müsbət 20-dən çox olan tropik işıqlanma qurşaqda, az olan da C uyğundur. Qütb və mülayimə, yəni 3-ə. Fəsil dəyişkəni Z müşahidə edilir. Fəsil dəyişkəni aydın müşahidə edilir. Mülayimdə Z müşahidə edilir. Tropik və qütb işıqlanma qurşağında, yəni 1-də. Avstraliya, Paragvay, Namibiya yerləşir. Həmən ölkələrdən bilirik ki, cənub tropik xətt keçir. Cənub tropik xətt də tropik və mülayim işıqlanma qurşağının sərhəddidir. Deməli, həmən ölkələr həm tropik, həm də mülayim işıqlanma qurşağında yerləşir. Bir sözlə, həmən xüsusiyyət, yəni E2-yə aiddir. İl ərzində gecə-gündüzün adi növbələşdiyi qurşaqdır. İl ərzində gecə-gündüzün adi növbələşdiyi ərazilər mülayim və tropik işıqlanma qurşağına uyğun gəlir. Çünki qütb işıqlanma qurşağı olan ərazilərdə il ərzində gecə-gündüzün adi növbələşməsi pozulur. Qütb gecə-gündüzləri orada müşahidə edilir. Bəli, ona görə də həmən xüsusiyyəti tropik və mülayim işıqlanma qurşağına qəbul edə bilərik. F də uyğundur ikinciyə. Yekun cavab 1-ə D, 2-yə E və F, 3-ə A və C, 4-ə də B idi. 24. MNK məsafəsi miqyası 1 bölünmüş 200 milyon olan xəritədə 7 sm olarsa tərifin neçə kilometr olduğunu hesablayın. MNK məsafəsini gəlin meridian və paralellərin 1 dərəcəlik qövsünün uzunluğuna görə hesablayaq. M-dən elə olan məsafəni müəyyənləşdirmək üçün onlar arasında olan dərəcə fərqi 60 dərəcə bura, 30 da bura, 90 dərəcə eləyir və həmən məsafəni də fikir versəniz 40-cı paralel üzərində ölçürük. 40-cı enlikdə də 1 dərəcəmizin 85.4 kilometr olduğunu biz bilirik. Üzərinə əlavə edirik NK məsafəsini. NK məsafəsi də əlbəttə 40-dan 0-a 40 dərəcə, 0-dan 20-yə 20 dərəcə, yekun 60 dərəcədir və meridian üzərində ölçdüyümüzə görə 1 dərəcənin qiyməti 111 kilometrdir. 60-ı da vururuq 111-ə. Yekun nəticə 14346 kilometr eləyər. Deməli, MNK məsafəsi birinci yolla 14346 kilometr idi. İkinci yolla xəritədəki uzunluq və miqyasa görə həmən məsafəni hesablaya bilərik. Həqiqi uzunluğu tapanda nə edirik? Xəritənin miqyasının cəmiyyətini 5-dən 0 silirik. 2000 kilometri vururuq xəritədəki uzunluğa, yəni 7-yə. O da bərabərdir 14000 kilometr eləyər. İkinci yolla da məsafəni bu qaydada hesablayırıq. Aradakı fərq, yəni təhrif neçə kilometrdir? 14346-dan 14000 çıxırıq. Cavabımız 346 kilometr idi. 25. Dağın nisbi hündürlüyünü və ən çox meyilliyin olduğu istiqaməti tapın. Kəsmə hündürlük 80 metrdir. Əgər kəsmə hündürlük 80 metrdirsə, ilk horizontal, yəni daxili horizontal 472 metrdən təsvirimiz dağdır. Burada 472-dir. Yəni ilk horizontal bura əlbəttə 472-dən kiçik olmalıdır və 80-ə bölünən bir rəqəm düşünək. O da təbii ki 400-dür. Deməli ilk horizontal 400, bura ikinci horizontal 320-dir. Üçüncü horizontalımız 240-dır. Ətək isə, yəni bu horizontalımız da dağın ətəyindən keçən bu horizontalda əlbəttə 240-dan da 80 çıxırıq, eləyir nə qədər? 160 metr. 160 metr. Bu dağın nisbi hündürlüyü neçə metrdir? Nisbi hündürlüyü də tapanda zirvə ilə ətək arasındakı hündürlük fərqini müəyyənləşdirirdik də, düzdür? Yəni, mərkəzdə yazılan rəqəmlə zirvədən 472-dən çıxırıq kənar horizontalı, yəni 160-ı. O da bərabərdir 312 metr eləyər. 26. Yerli və qurşaq vaxtları üst-üstə düşən coğrafi uzunluqları seçin. Yerli və qurşaq vaxtları üst-üstə düşən coğrafi uzunluqlar əlbəttə 15-ə qalıqsız bölünən rəqəmlərdir, coğrafi uzunluqlardır. Verilənlər arasında 15-ə bölünənlər 150 şərq, 60 qərb, 105 dərəcə şərq olar. Cavab burada 3, 4, 5 idi. 27. Yanlış fikirləri seçin. Coğrafi qütblərə doğru 1 dərəcəlik paralel qövsün uzunluğu və yerin öz oxu ətrafında orta fırlanma sürəti azalır. Bəli, bu doğru fikirdir, çünki ekvatordan qütblərə doğru paralel çevrələrin uzunluğu azalır, 1 dərəcəlik qövsün uzunluğu da azalar. Yerin öz oxu ətrafında fırlanma sürəti də ekvator boyu ərazilərdə daha çoxdur, qütblərə doğru isə azalır. Bu fikir doğrudur. Fiziki və iqtisadi xəritələr
tematik xəritələrə aiddir. Xeyr, fiziki iqtisadi xəritələr məzmununa görə ümumcoğrafi xəritələrə aiddir. 2 yanlışdır. Bir bölünmüş 178 min miqyaslı xəritə icmal xəritədir. Xeyr, bilirik ki, 10 mindən 200 minə qədər olan xəritələr böyük miqyaslı və ya topoqrafik, 200 mindən milyona qədər olan xəritələr orta miqyaslı və ya icmal topoqrafik, milyon və daha kiçik miqyasa sahib olan 2 milyon, 5 milyon, 10 milyon, bunlar isə icmal xəritələr və ya kiçik miqyaslı xəritələr hesab olunur. Bir sözlə 178 min 10 mindən 200 min arasındadır da, deməli böyük miqyaslıdır və topoqrafik xəritə hesab olunur. Yanlışdır. Sumatra və Kalimantan adaları 3 yarımkürədə yerləşirlər. Bəli, həmən deməli adalar fikir versəniz xəritədə həmən adalardan ekvator xətti keçir. Ekvator xətti keçirsə şimala, cənuba, həm də Greenwich meridianından şərqdə yerləşirlər. Deməli, şərq yarımkürəsini də nəzərə alsaq 3 yarımkürədə yerləşmiş olarlar. Doğrudur. Xarici planetlərdə qaz kütləsi daha çoxdur. Bu da doğrudur. Çünki xarici planetlər əsasən qazlardan təşkil olunmuş, daxili planetlər isə əsasən bərk maddələrdən, dəmirli birləşmələrdən təşkil olunmuşdur. Günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu artır. Xeyr, günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. Bu fikir yanlış idi. Yanlışlar 2, 3, 6 idi. Situasiya sualları ilə davam eləyək. 19-cu saat qurşağının qərb sərhədində yerləşən A məntəqəsində il ərzində günəşin düşmə bucağını göstərən qrafik verilmişdi. Verilən məlumatlara əsasən A məntəqəsinin coğrafi koordinatlarını müəyyən etmək olar. 19-cu saat qurşağının qərb sərhədində yerləşirsə, A məntəqəsinin coğrafi uzunluğunu təyin edə bilərik. Bilirik ki, 19-cu saat qurşağının orta meridianı 24-dən 19 çıxırıq, bərabərdir 5, 5-i də 15-ə vururuq, bərabərdir 75 dərəcə qərb uzunluğu eləyir. 19-cu saat qurşağın bəs qərb sərhəddi neçədir? 75 dərəcə orta meridiandır, 19-un orta meridianıdır. Qərb sərhəddi də, yəni sol sərhəddi də üzərinə 7.5 əlavə eləsək, təbii ki, 82.5 dərəcə qərb uzunluğu eləyər. Deməli, A nöqtəsinin coğrafi uzunluğu 82.5 dərəcə qərb uzunluğudur. A məntəqəsinin coğrafi enliyini də gördüyünüz bu sxemə əsasən, yəni günəşin düşmə bucağına əsasən müəyyənləşdirmək olar. Necə? Fikir versək, A məntəqəsinə günəş 21 martda və 23 sentyabrda 45 dərəcə bucaqla düşübdür. 22 iyunda maksimal bucaq 68.5 dərəcə, 22 dekabrda da 21.5 dərəcə bucaqla düşübdür. Elə 45 dərəcədən müəyyən etmək olar da, 21 mart və 23 sentyabrda günəş bilirik ki, ekvatorda zenitdədir. Bu zaman günəş 45 dərəcə hara düşər? Əlbəttə elə 45 dərəcə şimal enliyinə düşər də, həm də 45 dərəcə cənub enliyinə düşər. Bizə də şimal enliyi lazımdır, çünki A məntəqəsi şimal yarımkürəsində yerləşir. 22 iyunda fikir versəniz ən çox bucaq 68.5 dərəcə bucaqla düşübdür. Bu da əlbəttə A məntəqəsinin şimalda olduğuna işarədir. Bir sözlə A məntəqəsi şimal yarımkürəsindədir və 21 mart və 23 sentyabrda günəş 45 dərəcə düşürsə, deməli A məntəqəsi 45 dərəcə şimal enliyindədir. Biz A nöqtəsinin koordinatlarını təyin etdik. 82.5 dərəcə qərb uzunluğu, 45 dərəcə şimal enliyi. 28. A məntəqəsinin koordinatlarını tapın. Koordinatlarını müəyyən elədik ki, 45 dərəcə şimal enliyi, 82.5 dərəcə qərb uzunluğu. 29. A məntəqəsinin yerləşdiyi düzənliyin və materikin adlarını qeyd edin. Təbii ki, verilən koordinat 45 dərəcə şimal enliyi, 82.5 dərəcə qərb uzunluğu özünüz də fiziki xəritədən baxa bilərsiniz. Həqiqətən Şimali Amerikaya uyğun gəlir. Materik Şimali Amerikadır. Koordinat verilən ərazi və ona yaxın ərazilər əlbəttə mərkəz düzənliklər idi. 30. A nöqtəsindən yerin mərkəzindən keçməklə keçirilən oxun çıxdığı nöqtənin koordinatlarını tapın. Başqa sözlə biz A nöqtəsinə əks koordinat tapmalıyıq da, düzdür? 45 şimaldırsa, əlbəttə 45 cənub olacaq, cənub enliyi. 82.5 qərbdirsə 180 dərəcədən çıxırıq 82.5-i, o da eləyir 97.5 dərəcə və qərbdir olur şərq uzunluğu.